imkanlı, varlı, milyonçu Rauf Məmmədov, Vidadi Məmmədov kasıbın evini əlindən, gücündən, pulla almaq istəyirlər. Və mən buradan müraciət eləmək istəyirəm. İndi hər şeydə bəzən olur, cənab prezidentə müraciət edirlər. Yəni, biz elə yox, biz lazımi orqanlara müraciət eləmək istəyirik ki, bu araşdırılsın, bu insan kimdir? Yəni, bu kənd yerində, rayon yerində yəni həqiqətən bitkə çörək tapır cəmaət öz işində, gücündə, təsərrüfatında bunlar bu qədər milyonlarla vəsaiti hardan gətirirlər, neynirlər, rayonu bütöv alıblar, paybəlli torpaqları kasıblardan alıblar, nə bilim, bir sənət düzəltmişik, biraz da pul zad verirlər. Yenə bu şeyləri yenə də danışmaq istəmirəm. Belə, indi mən əvvəldə göstərməliydim. Bu bizim evimizin sənədidir. İndi buradan göstərəyim, ekranı da yerləşdirəcəm. Bax, atanın qucağına keç. Burada göstərəcəm, görəcəksiniz siz də ekranda. Qəbzdir, çekdir, bir dənəsin. Biz yəni qorxmuruq, bizim evimizin sənədi var hal-hazırda. Sadəcə olaraq bizi biraz təhdid eləyirlər ki, sizin sənədiniz heçdir, bizim pulumuz var, biz bura sənəd düzəltmişik və belə-belə ifadələr deyirlər. Hətta deyirlər ki, Rauf Məmmədov deyir ki, sizin bütün evinizi, eşinizi əlinizdən alacağıq. Gözü var, lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq, lazım olacaq, tutulacaq. Yəni, bunlar sözdə yox, mən sizə videolarda bunları göstərəcəm. Yəni, necə bir insan olduqlarını. Heç onu atanda tikməyim, bilmirəm. O da gəl orada tikib. Dədəm tikib, gələrsiniz, siz deyərsiniz, mənim dədəm tikib, bunun ardını davam edir. Bir balaca oxuyum sizə, yenə də ekranda da göstərəcəm. 12 oktyabr 2004-cü il Masallı rayonu. Masallı rayonu Ərkivan kənd sakini Niftullayev Şərif Yaqub oğluna ev tikmək üçün həyatyanı torpaq sahəsinin satılması barədə bunu verib Azərbaycan Respublikası Masallı rayonu Ərkivan Bələdiyyəsinin protokol nömrə 10 qərarı ilə, yəni Ərkivan Bələdiyyəsi verib. Nəysə, burada çox uzun yazılar var. Sonda peçat Masallı rayonu Ərkivan Bələdiyyəsinin sədri Yəhyayev, katib M. Kazımov. Bilmirəm adları nədir. Kazımov və Yəhyayev tərəfindən peçatlanmış bir sənəddir. Hər bir şey burada var. Səhifələr biraz çoxdur.